Herkese salam, ümidvaram ki, yaxşısınız. Bilirsiniz ki, imtahana təqribən bir ay müddət qalıb buraxılış imtahanına və bu videomuz imtahana bir ay qalmış nə etmək lazımdır, nələrə yol vermək olmaz. Bu haqda olacaq. Eləsə keçək videoya. İlk öncə hər videomda deyirəm, imtahana az müddət qalmış, bir ay qalmış əsas məsələ ümumi sınaqları işləməkdir. Ümumi sınaqların sizə çox xeyri olacaq, həqiqətən. Son aylarda xüsusən çox xeyri olur. Ümumi sınaqlar isə boşluqlarınızı görməkdə böyük kömək olur. Məsələn, bir sınaq işlədiniz, məsələn, bu Telegram sınaqları da ola bilər, Telegramda çoxlu PDF-lər var, onun sınağı da ola bilər. PDF yüklüyürsünüz, telefonda işləyirsiniz və yaxud çıxartdırırsınız, indi o sizin öz seçiminizdir. Və yaxud son aylar güvənin, OTK-nın sınaqları olur. Onlara gedib işləyə bilərsiniz. Əsas məsələ ümumi sınaq işləyirsiniz. Məsələn, ingilis dili fənnində əvəzlikdən bir səhviniz çıxdı. Təzədən gedirsiniz, həmin əvəzlik mövzusunu dərindən bir daha oxuyursunuz. Nəzəriyyəni əzbərləyirsiniz və üstünə əvəzliyin topludan və yaxud OTK 20 sınağında əvəzlik mövzusu varsa, OTK 20 sınağında bir mövzu sınağı işləyirsiniz, sırf əvəzlik üçün. Bilirsiniz ki, həmən bu əvəzlik mövzusunu mükəmməl bilirəm və mükəmməl bildikdən sonra yeni bir ümumi sınağa keçirsiniz. Hər halda, hər ümumi sınaq işlədikcə bir boşluğunuzu görəcəksiniz. Ümumi sınaqlarda məqsədi budur zaten. Boşluğunu gör və onu doldur. Ümumi sınağın məqsədi budur. Sizə də belə deyim, o ümumi sınaq işləyərkən başqa kursların, kitabların, başqa müəlliflərin testlərini işləmə ehtiyacı yoxdur. DİM-in özün çıxartdığı kitablar var, DİM-in öz qəbulları var. Bunlar işləyin. Məsələn, toplu ümumi sınaq yoxdur, yəni mövzu sınaqları işləyən zaman toplu müraciət edə bilərsiniz son ayda. OTK-nın 20 sınağı var, OTK-nın öz sınaqları var, sonra keçən ilin, köhnə illərin qəbulları var, model tapşırıqları var. Bunları işləyin, yoxsa gedim hər hansı bir X müəllifin testini işləyim. Yox, yəni DİM-dən kənara çıxmayın. İmtahanda zaten sizə DİM-dən kənar sual düşmür. Topluda, OTK-da nə sual varsa, oradan gəlib sizə sual salacaqlar. Bunu bilin ki, ümumi sınaq son ayın əsas şərtidir. Son ay özünüzü toparlamaq istəyirsinizsə, balınızı artırmaq istəyirsinizsə, mütləq ümumi sınaq işləməlisiniz. Bu məsələ burada. Dediyim kimi, sınaqda səhviniz çıxdı, əsas məsələ onu analiz eləməkdir. Mən sınağı yazdım, səhvim çıxdı, heç baxmıram, keçirəm təzə sınağa. Bilirəm, donsuz mən bunu. Yox, onu eləmək olmaz. Səhv bildiniz ki, mənim falan mövzuda səhvim var. Getmək lazımdır, həm mövzunu bir də oxumaq lazımdır. Lap deyirsiniz, mən bilirəm. Amma yenə də bir dəfə oxuyun. Mütləq orada bilmədiyiniz nüans olacaq. Bildiyiniz sualı belə səhv eləsiniz, bir dəfə həmin mövzunu oxuyun. 100% bir şey tapacaqsınız orada, mən sizə bunu deyirəm. Və yaxud sınavda bir sual düşdü, misal üçün uşaqlar trigonometriya çox çətinlik çəkir riyaziyyatda. Məsələn, trigonometriya mən düşdü, yazamayacam zaten. İmtahan düşsə mən yazmayacam trigonometriyanı. Belə eləmək olmaz. Və yaxud düşməz bu. Trigonometriyada düşməz də bu. İnandırım sizi, düşməyəcək dediyiniz bütün mövzu sualları düşəcəksin. Yəni bu qaçılmaz. Ən azından bir dənə sual belə düşəcəksin, düşməz dediyiniz bir sual mütləq düşəcək ən azından. Bizdə bir məsəl var, qorxan gözə çöp düşər. Yəni əgər nəsə mən bunu yazanmaram, bunu heç vaxt yazanmayacam, düşsə də yazmayacam. Bunu deyən çox olub. Elə gedin həmin trigonometriyadır, nəzəriyyəni öyrənin, üstündən gedin topludan mövzu sınağı işləyin. Toplu yine OTK 20 sınağı və s. DİM-in kitablardan onun mövzu sınağını işləyin. Yoxsa yazamayacam, oxumağın mənası yoxdur falan, bu özünüzə eləyə biləcəyiniz ən böyük yanlışdır. Bunu mütləq nəzərə alın, səhvlərinizin, qorxularınızın üstünə gedin, mütləq. Sonra bəzi abituriyentlər fikirləşir ki, mən son ayda ən başdan başlayım nəzəriyyəni oxuyum, ən başdan başlayım toplunu bitireyim, sürətli gedim. Sürətli ola bilsin ki, gedə bilərsiniz, hətta qutara bilərsiniz, amma onun keyfiyyəti olmayacaq. Mən sizə inandırım. Ondansa, yəni dediyim ki, ümumi sınaqları işləyirsiniz hər gün ümumi sınağı işlə.
Hər ümumi sınaqda ən azından 2-dən 3 dənə səhv çıxır da, düzdürmü? Həmin səhvləri gedin üstünə gedin. Yoxsa başdan başlayın, bildiyimi də keçin, bilmədiyimi də sürətli keçin. Əsas odur ki, özümü inandırım ki, qurtarmışam da. Buna yol vermək olmaz qəti şəkildə. Yəni, başdan toxuna əzəriyə falan oxumayın, işləməyin. Sadəcə bilmədiyiniz, ümumi sınaqlarda gördüyünüz və yaxud elə özünüz də bilə bilərsiniz ki, mən hər hansı mövzudan zəifəm. O mövzunun üstünə gedin. Yoxsa bildiyiniz, bilmədiyiniz qarşıdırmayın oralı. Və Azərbaycan dili, məsələn. Azərbaycan dilidir, çalışın son ayda mətnlər işləyin. Gündə ən azından, yəni qrammatika bir kənara dediyim kimi o səhv çıxdıqca qrammatika nəzəriyyəsini öyrənəcəksiniz, mövzu testini işləyəcəksiniz, o ayrı məsələ. Qrammatikadan əlavə Azərbaycan dilindən mətn işləyin. Gündə ən azından 1 dənə, 2 dənə mətn işləyin ki, mətn qabiliyyətiniz daim inkişaf eləsin. Azərbaycan dilində mətndir, ingiliscə readinglərdir, listeninglərdir. Bunlar inkişaf etdikcə, daha tez-tez oxuduqca inkişaf edir. Nə qədər çox işləsəz üstündə bunun, o daim inkişaf edəcək. Çünki, belə deyim də sizə, dinləmədir, bu mətn falan, bunlar əzbərçilik deyil. Sadəcə sizin qabiliyyətinizin asılıdır. O həmin qabiliyyətdə sadəcə onu daim inkişaf etdirməklə arta bilir. Yəni, son aylarda, son ayda da bir ayımız qalıb artıq, son ayda Azərbaycan dilindən mətnlər işləyin hər gün bir dənə, 2 dənə. İngilis dilində readinglər, listeninglər toplumun özündə var. Yəni, topludan işləyin, xahiş edirəm. Əlavə vəsaitlərə qaçmayın qətiyyən. Toplumun özündə dinləmələr var, mətnlər var. Bunları çoxlu işləyin. Özünüzdə fərqli hiss eləyəcəksiniz. Hətta vəsaitlər işlədikcə bir yerə balınızı qeyd edin. Hə, məsələn, 300-dən 250 bir dəfə yazmışam, 255, 260. Çalışın daima artırın. Çalışın öz inkişafınızı görün, hiss edin özünüz ki, mən inkişaf edirəm, geriləmirəm. İnkişaf eləməyi görün. Bu cür. Gəldik, imtahan bir ay qalmış. Danışdıq nə etmək lazımdır əslində. Yəni, deyirəm, imtahan bir ay qalmış əsas açarı, uğur qazanmanın açarı imtahan bir ay qalmış, çoxlu ümumi sınaqlar işləməkdir. Ümumi sınaqlarda səhvləri görüb, səhvləri analiz eləməyi bacarmaqdır. Qorxuların, boşluqların üstünə getməyə bacarmaqdır. Yoxsa ümumi başdan başlayın falan. Bunlara heç gərək yoxdur. Sadəcə qorxularınızın, çətinliklərinizin üstünə gedin. Qaçmayın bundan. Bu cür. Gəldik, bir ay qalmış motivasiya verək. Yine hamınıza uğurlar arzulayıram. İnanıram ki, kim nə əziyyət çəkib, əziyyətinin qarşılığını alacaq. Hər kəs öz əziyyətinin qarşılığını alır. Allaha təvəkkül edin, hər videomda çalışıram, vurğulayım ki, Allaha təvəkkül edin, inşallah əziyyətinizin qarşılığının artıqlaması ilə alarsınız. Bilirəm, çox çətin bir prosesdir, imtahan ərəfəsidir, stres yüksək səviyyədə olur. Çalışın stresinizi idarə eləməyə bacarın. Orta miqdarda, az miqdarda stres insan bədənini ayaqda saxlayır. Mən bunu bacaracam, bacarmam, hədəf qoyur insana ki, biraz stres var məsələn beynimdə, narahatçılıq var ki, imtahandan mən misal üçün 260 plus yazmalıyam. Artıq o stres səni ora istiqamətləndirir, səni ora məcbur edir ki, mən bunu yığacam. Beyin özünü ona inandırırsa, o olacaq. Yenə deyirəm, əziyyətinizin qarşılığının artıqlamasını alacaqsınız. Mən buna səmimi qəlbdən inanıram. İnşallah çox özünüzü, səhhətinizə zərər vuracaq qədər streslənməyin. Burada qorxulu bir şey yoxdur. Yəni deyirəm, buraxılış imtahanı çox da gözlədiyiniz qədər çətin olmur. Sınaq imtahanlarından asan da olur. Sınaq imtahanlarına təqribən 20-30 bal, bəzən 40 bal artıra bilərsiniz. Bəlkə daha çox artıra bilərsiniz. Yəni, çalışın, özünüzü incitməyin çox bu mövzuda. İnşallah hər şey yaxşı olacaq. Allah təvəkkül edin və işinizi görün. İnanıram ki, hamınız bacaracaqsınız. Çalışdığınız qədər də uğur qazanacaqsınız. Oldu dostlar, bir daha uğurlar arzulayıram sizə. İnşallah hər şey yaxşı olacaq. Bu qədər. Sağ olun, salamat qalın. İnşallah gələn videolarda görüşərik. Hələlik.